Bugün sizə alman dilində rəqəmlər necə yazılır və necə oxunmalıdır, bunu izah edəcəm. Mötərizə daxilində yazılmış ifadələr onların oxunuşudur. Bu oxunuş qaydalarını öyrəndikdən sonra artıq belə formada transkripsiya yazmağa ehtiyac yoxdur. Gəlin başlayaq. 0, 0 oxunur, 0. Buradakı fonetik qaydamız belədir. Əgər sözdə iki eyni samit varsa, yəni l, m, n, t, bunlardan biri oxunur, digəri uzanır. İkincidə eins. Eins. E-i birləşməsi ay səsini verir. Söz sonunda s kimi oxunur. Çünki başqa yerlərdə qeyd edəcəyik, s səsindən z səsi gəlir və ya başqa hərf birləşmələri ilə birləşdikdə daha fərqli formalarda da oxunur. Ancaq burada qaydamız söz sonunda s kimi oxunur. İkincidə zwei. Zwei. Z hərfi ç səsini verir. W hərfi v kimi oxunur. E-i birləşməsi isə ay kimi oxunacaq. Üçüncüdə drei. Drei. R hərfi çox zaman G səsi verir. Daha qırtlaqdan bir səs gəlməlidir. Ancaq söz sonunda və ya başqa yerlərdə olduqca biraz daha fərqli oxunur. Bir neçə sözdə onu mən sizə izahatını verəcəm. Ancaq belə yadda saxlayırıq ki, söz əvvəlləri ortalarında R hərfi çox zaman G kimi tələffüz olunur. E-i hərfi də gördüyünüz kimi bayaqdan dediyimiz birləşmədir ki, ice kimi tələffüz olunur. Bunların öyrəndikdən sonra artıq istənilən hərfləri, rəqəmləri gördükdə rahat formada oxuya bilərsiniz. Ona görə bu videoda həm rəqəmləri öyrənmiş olursunuz, həm də sözlərin necə yazıldığını öyrənmiş olacaqsınız. Davam edirik. Fia. Fia. Söz əvvəlində V hərfi F kimi oxunur. İ-E birləşməsi uzun İ səsini verir. Söz sonunda R, A kimi oxunur. Bayaq 4 rəqəmində burada dedik ki, söz sonunda R, A kimi oxunacaq. Ancaq 3-də R söz əvvəlində idi, orada H kimi oxuduq. Qaydamız budur. Söz sonunda R ya da R varsa biz onu A kimi oxuyuruq. Ancaq başqa yerlərdə R hərfi G kimi oxunacaq. Fünf. Burada hərf birləşmələrində dəyişim yoxdur. Yəni F-dır, N, Ö, bunlar olduğu kimi oxunur. Sechs. Sechs. S, C, H və S birləşmələri. Bu üçü bir araya gəldikdə C, H, K səsini verir. S olduğu kimi oxunur. Əvvəldə gələn S isə Z kimi oxunacaq. Bayaqki sözlərdə sonda S gəlirdi. Dedik ki, əgər S sondadırsa, S kimi oxunur. Ancaq burada özündən sonra sait gəlib. S-dan əvvəl və ya sonra sait yazılırsa, biz onu Z kimi oxuyuruq. Ona görə də burada S-dan, yəni birinci S-dan Z səsi gələcək. Sechs. 7-də. Artıq baxın, qaydalarımız təkrarlanır. S-dan sonra yenə burada sait gəlib, ona görə biz S-nı Z kimi oxuyuruq. İ-E birləşməsindən uzun İ səsi gəlir. Söz sonunda E, I kimi oxunacaq. Sieben. Sieben. Söz sonunda axırdan ikinci, üçüncü sıralara qədər E hərfini biz I kimi oxuyuruq. 8-də. Acht. Acht. C-H birləşməsi X səsini verir. Əgər özündən əvvəl qalın sait varsa, qalın saitlərimiz A, I, O, U. Bunlardan biri varsa, C-H birləşməsi X kimi oxunacaq. Əgər inci sait varsa, onda biz X üstüşdürük, yəni İ kimi oxumalıyıq. Daha incə formada tələffüz etməliyik. Davam edirik. E-O birləşməsi oy səsini verir. 9-da olacaq neun, neun. 10-da Z hərfi Ç kimi oxunur. Söz ortalarında sonlara yaxın olduqda H hərfini ümumiyyətlə oxumuruq. Zehn, zehn. Elf, elf. Burada heç bir oxuda dəyişiklik yoxdur. Çünki L, F hərflərinə aid qaydamız yoxdur. 12. 12.
12. Baxın, artıq qayda yenə də təkrarlanır. Z hərfindən ç səsi gəlir. W hərfi V kimi oxunur. Ö, L, F birləşmələri isə olduğu kimi oxunacaq. 13-də 13. 13. Deməli, 0-dan 12-yə qədər olan rəqəmlər təklik halındadır. Bunların hər birini öyrənirik. Artıq bunlardan sonra gələn rəqəmlər isə bu rəqəmlərdən düzəlir. Ona görə də 0-dan 12-yə qədər olanları tam yaxşı bilsəz, digər rəqəmləri də düzəltmək sizə daha asan olacaq. 12-dən 19-a qədər olan rəqəmlərdə biraz bizim dildən fərqli deyirlər. Birinci təkliyi deyib, sonra onluğu deyirlər. Məsəl üçün, biz 13 deyirik, 13, onlar 3, 10 deyəcəklər. Birinci təklik 3 gəlir, sonra 10 deyilməlidir. 13. 12-dən 19-a qədər olan bütün rəqəmlərdə sonda ten istifadə edirik. Əvvəldə rəqəmlər gəlir, sonda ten formasında olacaq. İndi digərlərinə baxaq. 14, 15, 16, 17, 18. Burada diqqət edirik. 6 və 7 sözlərinə. 6-7 sözləri təklikdə olanda Z-in sonunda S var idi, Z-in sonunda da ın var idi. Ancaq 16 və 17 rəqəmlərində bunlar ixtisara düşür. Z sözündə S yoxdur, Z-in sözünün sonunda da ın yoxdur. Ona görə də bu formada tələffüz etmək lazımdır. Və burada nəyə də diqqət edirik? 2 və daha artıq sözlər alman dilində bir araya gələndə bitişik yazılır. Ayrı yazılmaq, defislə yazılmaq, belə qaydalarımız yoxdur. Ona görə də rəqəmlər görürsünüz bitişik yazılıb. Yəni bu səhvən belə yox, bilərəkdən belə yazmışam. Çünki onların qaydası belədir ki, 2 və daha artıq söz bir araya gəlirsə, mütləq formada bitişik yazılmalıdır. 19. Yenə də burada E-O birləşməsinin O səsi gəldi. Ten sözü də ki, Z, Ç kimi oxunur. H da söz ortalarında oxunmur. Amma H hərfi sözün əvvəlində və ya sonunda olarsa, orada oxunacaq. İndi bura qədər olan rəqəmlərdəki qaydaları deyirəm. Oxu qaydalarından söhbət gedir. E hərfi A kimi oxunur. E hərfi uzun İ səsini verir. C-H-S birləşməsi K-S kimi tələffüz olunur. Z hərfi Ç kimi. Söz əvvəlində V hərfi F səsini verir. C-H birləşməsi özündən əvvəl incə saat gələndə İ kimi, qalın saat gələndə isə X kimi tələffüz olunur. V hərfi W hərfi V səsini verir. Söz sonunda R hərfi A kimi oxunur və ya R A kimi oxunacaq. E-O birləşməsi O kimi oxunur. 2 eyni samit işlənirsə, onlardan biz birini oxuyuruq, digərini oxumuruq və onu uzadırıq. S hərfi sözün sonundadırsa S kimi oxunur. Əgər özündən əvvəl sait gəlirsə ya da sonra sait gəlirsə S, Z kimi oxunacaq. Söz ortalarında H hərfi oxunmur, ancaq əvvəldə və ya ən sonda varsa oxunmalıdır. Sonda E hərfi I kimi oxunacaq. R hərfi çox yerdə H kimi oxunur. Yəni bu əvvəllərə, ortalara aiddir. Amma söz sonunda R bayaq qeyd etdiyimiz kimi A kimi oxunmalıdır. Gördüyünüz kimi 0-dan 19-a qədər olan rəqəmləri keçdik. Həm burada oxu qaydalarını öyrəndik, həm də rəqəmlərin özünü öyrəndik. Siz də rəqəmlərin həm yazılışını, həm də deyilişini öyrənin. Bir sonraki videomuzda 20, 30, 40, 50 bunlar necə deyilir? Bunlarla tanış olacaq. Siz hələ ki 0-dan 12-yə qədər olan rəqəmləri tam formada öyrənin. Bir daha hamısını oxuyuram. Siz də məndən sonra təkrarlasaz sizin üçün daha yaxşı olar. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19. Bu qədər.
0-dan 19-a qədər olan rəqəmləri keçdik. Bir sonraki videoda digər rəqəmlərlə tanış olacağıq. Sağ olun, özünüzə yaxşı baxın.